Salam müəllimlər birlikdə tədris mərkəzi Rüfət müəllim. Belə bir suala baxaq. En daxili natural ədədlər çoxluğunu və en böyük bərabər 2 olarsa 1 bölü 2-nin kvadratı üstə 1 bölü 3-ün kvadratı plus ardıcıllığının 1 bölü n-in kvadratı kiçikdir 1 olduğunu ispat edirik. 1 bölü 2-nin kvadratı kiçikdir 1 bölü 1 vuraq 2-dən. 1 bölü 3-ün kvadratı kiçikdir 1 bölü 2 vuraq 3-dən. 1 bölü n'in kvadratı kiçikdir 1 bölü n minus 1 vurulsun nədən n'dən. Bunları tərəf-tərəfə biz toplasaq, yəni 1 bölü 2-nin kvadratı üstə 1 bölü 3-ün kvadratı üstə gəlinsin 1 bölü n'in kvadratı kiçik olacaq 1 bölü 1 vuraq 2-dən üstə 1 bölü 2 vuraq 3-dən plus arıcıl ədədlər gedir 1 bölünsün n minus 1 vuraq n'dən. Onda 1 bölək, 1 vuraq 2, üstə gələk, 1 bölək 2 vuraq 3, plus 1 bölək n minus 1 vuraq n bərabər olacaq. 1-də 1 çıxaq 2-də 1, plus 2-də 1 çıxaq 3-də 1, plus 1 bölək n minus 1 çıxılsın 1 bölək n. Burada ədədlərin çoxu islah olacaq və ədədin birincisi ilə sonuncu ədədin sonuncusu həddə qalacaq. Və qalacaq n minus 1 bölünsün n. N minus 1 bölünsün n ifadəsi də 1-dən kiçikdir. Onda biz alacaq 1 bölü 2-nin kvadratı 1 bölü 3-ün kvadratı plus 1 bölü n'in kvadratı kiçikdir. N minus 1 bölü n'dən o da kiçikdir nədən? 1-dən. O zaman alacaq.